Gəlib Afşar kəndinə çatdıq. İndi firmaların yanındayıq. Qoyun sürüləri düzə yayılıb, otlayır. Arxaçda buzovlar, inəklər, sağılan inəklər görünür. Gəldik ki, görək inəklərin, qoyunların süd məhsullarından hansı yeməklər hazırlanır. Hoş gelmişsiniz. Hemen siz gelirsiniz. Hoş gelmişsiniz. Sağ olun hocam, sağ olun. Hoş gelmişsiniz. Hemen gelirsiniz. Gel, gel. Beş inəkdir, beşi de hamısı birbirinin balasıdır. İnəyin adı sarğızdır bala. Bunu sağırıq. Aparıram, sağıram, aparıram, qəşək pişirirəm, qatıq çalıram. Ondan sonra qazana tökürəm qatıqda olandan sonra da pendir lazım olanda pendirimi alıram, mağa tuturam, qursağı tuturam 3 gün, 4 gün qursağın içine düyü tökürəm. Yumurta tulluyuram. Qayıdıb o qursağı pendir suyu tökürəm. O qursağı 3 gün, 4 gün qalandan sonra tökürəm pendirin içine, südün içine. Olur pendir. Çiyəni götürürük, çalxıyırıq, olur yağ. Əridirik, yekərə yağını elə sırfıya pendirin böyrünə qoyuruq, uşaq yeyir, özümüz yeyirik. Gedirdik Laçın dağlarına, Kəlbəcər dağlarına. Orada Naxçalı bulağı vardı, Araqlı bulağı vardı, Südlü bulağı vardı. O sular, bulaqlardan su götürürdük. O bulaqlardan gətirirdik, içirdik. Orada belə qəşək otlanacaqlar vardı. Orada malımızı, heyvanımızı 3 ay saxlayırdıq. 3 aydan sonra sentyabr ayı uşaqların dərsləri açılanda yavaş-yavaş uşaqları göndərirdik. Özümüz qalırdıq, köçlə gəlirdik.